qardaş deyib ki, cəh müfəssir, yəni tərdildən irəlidir. Bəxş yox, qaydır. Bunu kim deyib, vəbşi, harada deyilib bu, bunun əksini deyən varmı? Bu ümumiyyətlə belə qəbul olunur, yoxsa nəsə istisna var? Heç birini bilmirik, başa düşdünmürək. Ona görə də bizə səhər qınamırıq. Fikir yaranır ki, Şeyx Abdülqadir... Cəh tərdildən qabaqdadır, yoxsa necə də sual verir? Şeyx Süleyman deyir, bana sual verir, kimdir? Şeyx Süleyman deyir ki, Rafisdə var, bunun qayda olaraq batildir. Və bunun qayda olaraq batildir. Təkcə Şeyx Süleyman deyil. Başqa Məsələ üçün deyirəm ki, qardaşlar qardaşlar tanıdığını, qardaş Subkin tanıdır və Şeyx Süleyman tanıyır. فجرحهم إياه لو كان الجارح واحدا ولم يثبت خطأه في الجرح فهو مقدم على الموثقين ولو كانوا جمهورا. Yəni elə bir kimsə yoxdur ki, cərh və tə'dil elmini və yaxud da ki, cərh və tə'dil elmində cərhin tə'dildən önə keçirilməsini inkar etsin. Elə bir kimsə yoxdur. Bu kimsə ancaq ya bidətçidir, ya hizbidir, ya inətkar, ya təkəbbürlü adamdır. Aydındır. Belə bir kimsə yoxdur. Əhl-i-Sünnə və Cəmaədən, Əhl-i-Sünnə imamlarından, sələfi şeyxlərdən, müasir şeyxlərdən cərh və tə'dil elmini inkar etsin və ya cərh və tə'dil elmindən olan, cərh və tə'dil elminin bir, deyək ki, şöbəsi olan, bir fəsli olan cərhin tə'dildən önə keçirilməsini inkar etsin. Yox, belə bir şey yoxdur. Və bu, imamlar tərəfindən qoyulan bir qaydadır. Əgər cərh təfsilatlı olarsa, bu zaman tə'dildən öndədir. Hətta tə'dil edənlərin sayı çox olsa belə. Hətta tə'dil edənlərin sayı çox olsa belə. Gör, əgər cərh edənlərin sayı çox olsa necə? Alimlər deyiblər ki, cərh tə'dildən öndədir, təfsilatlı cərh tə'dildən öndədir. Əgər hətta tə'dil edənlərin sayı çox olsa belə. Yəni 100 nəfər tə'dil edib, bir nəfər cərh edib və bir nəfərin cərhi də təfsilatlı cərhdir. Təfsilatlı dəlil üzərində, hüccət üzərində, bəyan üzərində olan bir cərhdir. Və bu zaman bütün ümmətə vacibdir ki, o bir nəfərin sözünü götürsün. Əgər tə'dil edənlərin sayı çox olsa belə cərh edənin sözü götürülürsə, gör, cərh edənlərin sayı çox olsa necə olur? Əlbəttə ki, yəni bu daha da güclüdür. Və bugünkü gün istər Hələb olsun və yaxud da ki, digər bunları müdafiə etdiyi sələfi gördükləri Muhammed Həssan olsun və yaxud da ki, digər bunların bidətçi şeyxləri olsun, yəni cərh edənlər daha çoxdur. Cərh edənlər, təzkiyə edənlərdən daha çoxdur. Uzaq başı gətirərsən bir dənə, iki dənə alim ki, Hələbini bidətçi görmür. Amma mən sayacağım Şeyx Salih Fovzan, amma mən sayacağım Şeyx Rabi və mən sənə deyəcəm ki, Şeyx Abdülaziz Racihi və həmçinin sənə deyəcəm ki, ləcnənin alimləri umumən və həmçinin sənə deyəcəm ki, Şeyx Raslan və Şeyx Muhammed ibn Hadi və Şeyx Ubeyd Əl-Cəbiri və Şeyx Salih Suheymi və digər şeyxlər. Və gör ki, yəni bu məsələdə də insanlara batil donur. Yəni sələfi adı altında batil bir don geyindirlər. Yəni bu donu toxuyan sanki sələfidir, amma donun özü nədir? Batildir. Yəni insanlara bu cür gözlərini batillə örtürlər. İnsanların gözünü örtürlər və insanlara sanki haqqı batil kimi və batili də haqq kimi göstərirlər. Özlərində deyirlər biz sələfiyik, yəni qəribədir. Özlərinin bu qədər düşdükləri müxaliflikləri görmürlər bəyəm. Özlərinin bu qədər düşdükləri müxalifləri görmürlər. Yəni bu, görsən ki, bunların alimlərə qarşı olan münasibətində, alimlərə qarşı olan bunların mənhəcində problem var. Alimlərə qarşı düzgün rəftar, üslubu tuta bilməyiblər. Aydındır. Və görsən ki, alimlərin sözünü yalandan gətirirlər, alimlərin sözünü kəsib gətirirlər, alimlərin sözünü tərcümə edirlər, yarısını kəsirlər, yarısını qoyurlar. Yəni, özlərinə sərf eləyən yerini götürürlər. Bunlar hamısı yəni bidət əhlinin, müxalif kimsələrin tutduğu mənhəc, tutduğu yoldur. Barakallahu fikum və sizə vacib olan və Əhl-i Sünnə və Cəmaəyə, möminlərə vacib olan odur ki,
öz dinlərində sabit olsunlar, öz dinlərində möhkəm olsunlar və bu cür şübhələrə, bu cür heç insanın belə deyək, yerini də belə tərpətməyəsi bu şübhələrdir. Görsən ki, alimin sözünü özü başa düşdüyü formada çatdırır. Alimin sözünü özü başa düşdüyü formada çatdırır. Amma gelirsən alimdən soruşursan, alimə zəng edirsən, alim deyir ki, yox, mənim qəsdim bu olmayıb. Aydındır. Və özünüz üçün çalışın və çalışın ki, öz ailəniz üçün və özünüzü və ailənizi sabit saxlayasınız.